Niyə görə deyir, əsl müsəlmandırsa bunlar, deyir, niyə görə onda bunlar deyir şeydən danışmırlar. Həzrət Əlidən, İmam Əlidən və İmam Hüseyndən danışmırsınız. Biraz da deyir İmam Əlidən danışın. Sözsüz ki, yəni Qısa olsa da yəni dinləyiciyə məlumat verin. yəni siz eşitməmisiniz, o demək deyil ki, biz danışmamışıq. Bəli. Qayıdan Kəmal qardaşın kanalına, mənim kanalıma və digər qardaşların kanalına görə ki, xütbələrimiz var İmam Əli haqda, onun fəziləti haqda, Həsən Hüseyn haqda. Geniş, ətraflı şəkildə toxunmuşuq bu mövzulara və kifayət qədər danışmışıq. Və ehtiyac olarsa yenə də danışarıq. Hə. İkincisi də ki, qardaş, bizə dini İxtiyar Almazov. İkincisi də bizə dini İmam Əli, İmam Hüseyn çatdırmır ki, bizə Peyğəmbər sallallahu əleyhi və səlləm çatdırır, Allah Taala çatdırır Quran-Kərimdə. Onlar da dini kimdən öyrənirlər? Peyğəmbər sallallahu əleyhi və səlləmdən bizə nəql edir. Elhamdülillah, sən əgər İmam Hüseyn haqqında, İmam Əli radiyallahu anh haqqında məlumat toplamaq istəyirsənsə, Əhlüsünnə mənbələrindən girə bilərsən. Buxarini oxuya bilərsən. Azərbaycan dilində var, rus dilində var, ərəb dilində var, türkçəsi də var. İmam Müslimin kitabıdır, Tirmizidir, Əbu Davud, Tirmizi, bütün Əhlüsünnə mənbələri, qaymaq mənbələrdir. Fəzilətlər fəsilləri var. İmam Əlinin fəziləti, İmam Hüseynin, İmam Həsənin və digər Əhl-i Beytin və digər səhabələrin fəziləti haqqında kifayət qədər kitablar da var, hədislər də var, alimlər də danışıb, tələbələr də danışıb. Yəni istəyən axtarıb tapa bilər və bəhanəyə ehtiyac yoxdur. Yəni ona görə də kimsə sən nəsə deyibsə, sən hardansa eşitmirsən ki, bunlar İmam Əlini sevmirlər, bunlar hamısı nağıldır, cəfəngiyatdır. O kim ki deyirsən, yəni bilginlə ki, onlar İmam Əlini sevmirlər və İmam Hüseyni sevmirlər. Əsl elə İmam Əlini, İmam Hüseyni sevən elə bizlər, Allaha həmd olsun. Əlbəttə ki, İmam Əli radiyallahu anh da, İmam Hüseyn də bizdən daha çox bilirlər. Əlbəttə ki, onlar bilir ki, onlar sahabə olublar və onlar cənnətlə müjdələnmiş insanlar olublar. Lakin biz Əbu Bakrla, İmam Hüseynlə, İmam Həsənlə yanaşı Əbu Bakrı da sevirik, Öməri də sevirik, Osmanı da sizə veririk. Amma sənə elə öyrətmirlər. Sənə elə öyrədirlər ki, sən Əbu Bakrı, Öməri, Osmanı söv, lənətlə. Elhamdülillah ki, bizə onlar necə ki, sən özün qeyd elədin, vasitə kimi çatdırıblar bizə dini. Bəli, həmçinin bunlar da bizə dini çatdırıblar. Və biz bilirik ki, bu ümmətdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra ən əfsər insan Əbu Bakrdır. Ondan sonra Ömərdir, ondan sonra Osmanlı və sonra Həzrət Əlidir. Necə ki, xilafəti də Allah Taala o cümlə təyin etmişdir. Ona görə də kimsə nəsə deyirsə, yəni gəlin bizim dəstələ dinləyin, həmçinin bizim özümüzdən soruşun. Yəni kimdən nəsə eşitdinizsə dərhal onu yaymayın. Çünki yaymaqla bilin ki, onun haqqına girmiş olacaq və qiyamət günü mütləq cavab verəcəksiniz buna görə.